Elektron cədvəldə A3 xanasındakı düstur C4 və Y2 xanalarına köçürülmüşdür. Alınmış nəticələrə əsasən uyğunluğu müəyyən edin. Deməli, bizdə burada uyğunluğa əsasən 3 dənə xana verib, aşağıda qiymətlər verib. Yəni, həmin xanaların qiymətlərini tapıb uyğunluğu bilməliyik. Qiymətləri tapmaq üçün əvvəlcə düsturu köçürməliyik. A3 xanasındakı düsturu C4 xanasına köçürsək, nələr dəyişir? A-dan C-yə gəlmişik. A-dan C-yə gəlmək üçün nə qədər sütun dəyişir? A, B, C. Yəni 2 addım gəlmişik. 3-dən də 4-ə gəlmişik. Yəni ki, 1 addım gəlmişik. 2 addım, 1 addım. İndi, bana görək, C4 xanasındakı düsturu taparkən nə edəcək? Deməli, buradan yazaq A3 xanasındakı düsturu yazaq. Dollar C2 üstə gəlsin. A, dollar 1. Aşağı gəldim. Dollar olan yerlər sabit qalır bildiyimiz kimi. 3-dən 4-ə gəlmişəmsə 2-dən nəyə gələcəm? 3-ə gələcəm. A-dan C-yə gəlmişəmsə burada da nə edəcəm? A-dan C-yə gələcəm. Və dollar da sabit qalacaq. Formada yazacağım. Gələ buradan C-nin yanından yazaq. C4-ün yanından yazaq. Dollar C3 üstə gəlsin. C dollar 1. İndi tapaq digər xananı. Yəni ki, nəyi? Y2 xanasını. Y2 xanasına gəlmək üçün nə edirəm? A-dan Y-yə gəlirəm. Yəni ki, A-dan B-yə, C-yə, D-yə və Y-yə gəlirəm və bu nə edir bizdə? Ümumilikdə 4 addım edir. 3-dən də 2-yə geri qayıdıram. 2-yə geri qaydığında neçə addım gedirəm? 1 addım geri gedirəm. Gələk yazaq. Y-nin düsturunu tapaq. Y2-nin düsturunu. Dollar olan yeri yenə nə dedik? Sabit qalır. 2. Məsələn, 3-dən 2-yə gəlmişəmsə 2-dən nəyə gələcəm? 1-ə gələcəm. A-dan Y-yə gəlmişəmsə yenə A-dan Y-yə gələcəm elə. Və dollar olan hissəni sabit saxlayacağım. Deməli, Y2 xanasının da düsturunu gəlin yanından yazaq. Y2 xanasındakı düstur da bu formada oldu. Dollar C1 üstə gəlinsin. Y dollar 1. Deməli, gəlin hesablayaq. A3 xanasını hesablayaq. Bax, gör A3 nəyə bərabərdir? C2, baxın yazıram. A3 bərabərdir. C2. C2 nəyə bərabərdir? 3-ə bərabərdir. C2 3-ə bərabərdir. Üzərinə gəldim A1-i, yəni ki 1-i. Neçə alıram? 4 alıram. Deməli, A3-ə nə bərabərdir? A3-ə bərabərdir 4. Nəysə yanlış etdik deyəsən. C2, C2 xanasını deyir. Üzürlüsən. C2 xanasını deyirsə nə etməliyik? 3-ü yox, 8-i götürməliyik. 8 üzərinə nə gəlirəm? A1-i gəlirəm. Yəni ki 1-i gəlirəm, nə alıram? 9 alıram. Deməli, A3-ün cavabı nədir? A3-ə 9, yəni ki D uyğundur. Yəni 1-ə uyğun oldu D. Daha sonra gəlin tapım nəyi? C4-ü. C4 nəyə bərabərdir? C4 bərabərdir C3. C3 bizə nədir? 13-dür. 13 üstə gəlinsin. C1. C1 nəyə bərabərdir? 3-ə. Yəni ki, ümumi ilk gün cavabı nə olur? 16-ya bərabər olur. Deməli, C4-də bizdə C uyğundur. Baxın, buradakı C. Daha sonra gəlin Y2 xanasını da tapaq. Y2 xanası da bərabərdir C1, yəni ki 3. Üstə gəlinsin Y1, yəni ki 5. Bu da nəyə bərabərdir? 8-ə bərabərdir. Yəni ki Y2 xanasına nə aid oldu? A variantı aid oldu. Deməli, ümumi yekun cavabımız nə olur? 1-ə uyğun gəlir D. 2-ciyə uyğun gəlir C. 3-cüyə də uyğun gəlir A. Bu qədər.